İnsanlarımıza, əksər insanlarımızın narahatçılığı oynaq xəstəliklərindəndir və orada həmi bel yırtığı gedir, həmi orada olan sıxılmalar, yəni protuziyalar gedir. Eyni zamanda oynaqlarda olan artroz, osteoartroz, artrit və polartrit, revmatoid polartrit və digər eyni zamanda insanların hərəkətsizliyi ilə əlaqədar olaraq, oturaq vəziyyətinə əlaqədar olaraq oynaqlarda yığıntılar əmələ gəlir. Loru dillə desək, o duz yığıntıları. Və deyir, səs eləyir orada, yeriyəndə, başlayanda ayaqlarım dağır olur, dizim dağır olur, biraz yeriyəndən sonra açılır. Onlara bir məsləhət vermək istərdim. Götürürlər 6 stəkan, boş stəkan və onun içərisində hər birini atırlar 2 xörək qaşığı düyü, yumru düyü və üzərinə su əlavə edirlər. 48 saatdan sonra götürürlər birinci stəkanı. O 2 xörək qaşığı olan düyünü gündəlik də su dəyişməlidir. Qazana atırlar, qazana biraz su əlavə edirlər. 5 dəqiqə zəif odda qaynadırlar. Sonra onu yarım çiğ halda yeyirlər. Həmin stəkana da, boşalan stəkana 2 xörək qaşığı duz, yenə düyü əlavə edib, su töküb, axırıncı yerə qoyurlar. 3 həftə o stəkanlarda olan düyüləri bişirib yeyirlər. 3-4 həftə davam edir. Xeyli dərəcədə oynaqlarda olan, orqanizmdə olan o yığıntıları təmizləyəcək, duzu təmizləyəcək. Bəli.